Salamlar, hər vaxtınız xeyirli olsun əziz izləyicilər. Bugün sizlərlə Motosöhbət rubrikamızın növbəti bölümündə Anar İlhamla birlikdəyik. Anar, salam, hər vaxtın xeyirli olsun. Salam, hər vaxtın xeyirli olsun. Çox sağ olun. Anarın da böyük, uzun məsafəli yol təcrübəsi var. Ona görə dedik bir söhbət eləyək. Həmçindəki Motosöhbət rubrikasının əsas məqsədi odur ki, müxtəlif baykerlərin bu hər gün qarşılaşdığı problemləri, həm də ki, ümumiyyətlə də bu sahədə biraz fikirlərini öyrənməkdir bir sözlə. Mənim sizə kiçik suallarım olacaq. Bu suallar ətrafında danışsa daha yaxşı olar. İlk olaraq ilk sualımız belədir. Tıxacda sürmə mədəniyyəti, sürüş mədəniyyəti, hansı ki, tıxaclı yollarda ən çox başımıza Bakı olsa tıxaclar şəhəridir. Sürüş mədəniyyəti ilə bağlı fikirləriniz maraqlıdır. Əsas qlobal problemlərimizdən biridir o müsibət. Siz necədir? Ümumiyyətcə, tıxacda sürmə mədəniyyəti deyəndə belə başlayaq da. Hər bir insan öz belə deyək, xasiyyətinə uyğun bir sürüş tərzi tapır. Həmişə belədir. Yəni mən həmişə demişəm, hər yerdə demişəm. İnsan blogerlərə baxıb, filan şəhərdə, filan ölkədə filan bloger belə sürürdü, belə sürürdü. Mən həmişə demişəm, blogerlərə baxıb ümumiyyətcə sürüş tərzi özünüzə heç nə götürməyin. Hər bir insan öz xasiyyətinə uyğun sürüş tərzi yaradır. Bu həmişə belə olur. Yəni bir müddət baxa bilərsən o blogerə. Amma bir müddətdən sonra artıq sən puxtələşəndən sonra onun elədiyi, sürdüyü sürüşlə sürməyəcəksən. Sən artıq öz sürüş tərzini yaradırsan və onunla sürürsən. Və hər insanın da elə insan var, biraz coşan insandır. O yolda tamam başqa cür hərəkət eləyir. Sakit insandır, sakit sürür. O belədir. Yol mədəniyyətində qaldıqda isə yəni faktorlar çoxdur. İnsan belə deyək, insan səbirli olmalıdır yolda. İnsan yolda gərək hansısa bir situasiya düşəndə yola verməyi bacarmalıdır. Belə, qısa desək, belə bir şeydir. Çox sağ olun, təşəkkür edirəm. Ümumiyyətlə, indi növbəti sualımız da elə o ilə bağlıdır. Məsələn, mənim həyatda da bir fəlsəfəm var ki, yol vermək mədəniyyətdirsə, yola vermək incə sənətdir. Biz baykerlər, yəni ki, motosiklet sürücüləri mütləq yola verməyi bacarmalıyıq. Ümumiyyətlə, bu ilə bağlı nə tövsiyə edirsən, yeni başlayanlara əsasən? Yəni, gündəlik, bəzən baxırsan ki, internetdə videolar paylaşılır, məsələn, tutaq ki, birdən maşın qırdı qabağına. Bu, əslində, gündəlik bir baykerin başına gələcək, yəni 100 hadisədən biridir, mən belə fikirləşirəm ki, yəni. Ona görə məncə bunları təbii qarşılamaq lazımdır, yəni belə fikirləşirəm ki, və aqressivləşib davaya çevirmək məsələni həll yolu kimidirmi səncə, yoxsa əksinəmi? Yox, əsla davaya çevirmək, ümumiyyətcə aqressivləşmək, bunlar yəni heç belə deyək, normal insana xas xüsusiyyət deyil. Nəyə görə? Adi bir şey deyək, hansısa bir maşın sürücüsü, avtomobil sürücüsü, bu dəqiqə, yəni bu smartfonlar bizim başımıza bəladır da, bilirsən. Yəni maşında oturur, tıxacda gedir, yavaş-yavaş gedir, telefon əlində, güzüyə baxmır, telefon heç qabağa da baxmır, gedir özü üçün və bir müddətdən sonra baxır ki, solu boşdur, avtomatik güzgüyə də baxan da yoxdur. Keçir, növbəti zolağa keçmək istəyir və o arxada gələn motosikletdən xəbəri yoxdur. Və avtomatik olaraq motosikletdən onların lord isə çaxnaşması baş verir. Dəyməsə də gəlir, dayanır, sən mənim yoluma niyə çıxdın, sən niyə güzgüyə baxmırsan? Məndə o situasiyalar hər gün olur. O, ümumiyyətlə, hamımızda olur o situasiyalar. Həmin situasiyada, yəni, çalışıb səbirli olmaq, bayaq ki, dediyim kimi, və yola verməyə bacarmaq lazım. Və onu fikirləşmək lazımdır ki, sənin əsəbin, sənin keçirdiyin stres o insana dəyməz. Doğrudur. Yəni, öz stresini qorumalısan. Nə qədər yola verməyə bacardınsa, bir o qədər sakit, təmkinli olasan və problemsiz sürəsən yolu. Bəli. Sən ən çox təcrübəli olduğun məsələ uzaq səyahətlərdir də, belə bildiyim qədərilə. Məsələ budur ki, həm də sport touring motosiklim var, buna çox əlverişlidir. Əsas məsələ budur ki, çox vaxtı qəzaların çoxu bu səfərlərdə olur. Nəyə görə? Çünki hamı bir-birini istəyir qazlasın və s. keçim, mən keçdim elədim, amma bu bir sözlə uzaq yol sürüşü ilə bağlı xüsusi bir mədəniyyət var. Hansı ki, lider olur, arkada bir nəfər olur və bunların nəzarəti. Bu ilə bağlı biraz sən bizə deməyin daha yaxşı olar ki, izləyicilərimiz də görsün ki, yəni yola çıxanda mütləq qarşıdakı şəxsin bir sözlə davranışlarına qəbul eləmək lazımdır. Yəni bir nəfər olmalıdır, təcrübəli biri ola bilər.
Yəni ümumiyyətlə nə bir fikirlərini desən bu ilə bağlı uzaq sürüşlərdə nəyə diqqət eləməliyik? Qısa belə deyim. Uzaq səfərlər belə deyək, şəhərdə sürmək ayrı bir temadır. Bəli. Uzaq səfər tamam başqa bir temadır. Yəni uzaq səfərdə tək səfərə çıxmaq da başqadır. Qrup şəklində çıxmaq da başqadır. Doğru. Tək səfərə çıxarkən sadəcə olaraq belə deyək, çox sürətli. Ümumiyyətlə tək səfərdə də, qrup səfərlərində də sürətə fikir vermək lazımdır. Yəni boş yoldur, sürüm. Yəni həmin yolda qabağına heyvan da çıxa bilər. Bu sənin üçün trek deyil ki, yəni trek bağlı bir məkandır, orada istədiyin sürəti yığa bilərsən. Bu avtomagistraldır. Burada sənin qabağına qurd da çıxa bilər, quş da çıxa bilər, hər şey çıxa bilər. Yəni həmin situasiyada sürəti qorumaq lazımdır. Qrup halında isə bəli, sən də dediyin kimi qrup rəhbəri olmalıdır, marşrutu təyin edən olmalıdır. Yolda zolaqları dəyişəndə qrup rəhbərinin əmrini gözləməlisən. O belə məqamlar var və o elədir. Çox sağ olun. Bir məsələni qeyd edim. Ən çox bu dəqiqə gənclərdə bu problem var. Egzoz və səs problemi. Bildiyiniz kimi bu dəqiqə motosiklet deyəndə ümumiyyətlə insanların çoxunda bir aqressiya var və bu aqressiyanın səbəbləri də bəzi hallarda bu səsin yüksək şəkildə insanları narahat etməsi və yaxud da ki, motosiklet sürücülərinin anormal hərəkətləri, yolda davranış, etik davranış qaydalarını pozmasıdır və s. Kobud şəkildə qayda pozuntulardır. Ümumiyyətlə bu gənclərə nə tövsiyə verə bilərsiniz? Yəni bu məsələn səsi bir silindir bir motosikla tutaq ki, Akropoviçi qoşmağın bir əhəmiyyəti varmı sizin fikrinizdə? Yəni bu nə şey alırlar onlar? Onu bilmək istəyirəm. Sizin fikriniz nədir bu ilə bağlı? Belə deyim. Mənim 20 mən lap çox da cavan yaşından yox, 23 yaşım var idi mən motosikletə başlayanda. Həmin dövrdə mən ilk motosiklet mən sportla başlamışdım. Sport 600 cc ilə başlamışdım və həmin anda belə məndə zavod səs boğucu idi. Mən motosikletin səs boğucusunu dəyişməmişdim. Yenə deyirəm, o insanın təbiətinə asılı olan bir şeydir. El insan var ki, o səssiz motosiklet sürməyi sevmir. Yəni böyük klubdan söhbət gedir. Qaldı ki, balaca klublara. Balaca klublarda ümumiyyətlə heç məsləhət görmərəm səs boğucunu dəyişib sürməyi. Çünki həqiqətən çox biabırçı bir səs verir. Yəni görmüşük gündəlikdə motosiklet qruplarında, Facebook qruplarında da görürük ki, nə qədər şikayətlər olur. İnsanlar yaşadığı yüksək mərtəbəli binalardan videolar çəkir, göndərir ki, bezmişik bunların əlindən. Mən məsləhət görmürəm. Tövsiyə eləyirəm ki, dəyişməsinlər. Çünki həqiqətən çox pis səs verir. Və adi qarşılaşdığım bir hadisəni danışım sizə. Maşında gedirəm, yanımda qardaşımın uşağıdır və yatır maşında. Və yanımızdan tıxacda gedirik. Yanımızdan tək silindirli bir motosikl idi. Və həmin o səs boğucusunu da dəyişib çox biabırçı bir şəkildə keçdi. Uşaq qorxdu, qalxdı, ağladı, özünə gələ bilmirdi. Və tutub da bir şey eləyə bilmirsən. Çünki artıq çıxıb gedir. Saxlaya da bilmirsən. Və ilk öncə fikirləşməlisən ki, sənin bu hərəkətlərin, sənin bu səs boğucunun səsi sənə ləzzət eləyə bilər. Amma sən ətrafdakılara narahatçılıq törədirsən və bu avtomatik olaraq motosikletlərə qarşı aqressiyanı, motosikletçilərə aqressiyanı artırır. Bu da əlbəttə ki, yol verilməz bir şeydir. Yəni məsləhət də görmürəm. Çox təşəkkür edirəm. Yəni bir sözlə siz fərd olaraq düşünə bilərsiniz, amma siz fərd deyilsiniz. Siz cəmiyyətin bir üzvüsünüz və bu cəmiyyətə də zərər vurmaq səlahiyyətiniz də yoxdur hətta. Yəni belə demək olar, aqressiv də demək olar ki, yəni siz onu eləməklə bu cəmiyyətə zərər vurursunuz. Bu məsələ. Növbəti ən çox problemlərdən biri, daha doğrusu belə deyək də, sizin fikriniz mənim üçün maraqlıdır. Avtobus sürücüləri və motosiklet sürənlər. Bunlar arasındakı münasibət. Bu ən qlobal problemdir. Bu dəqiqə avtobus sürücülərinin belə deyək, kabusudur motosiklet sürücüləri. Həqiqətən burada əsas nəyə görə bu avtobus sürücüləri motosikletçilərə qarşı belə nifrət oyanıb? Mən onu sizə açıqlamasından deyim. Baxın, avtobus zolağıdır. Avtobus zolağından həmişə boş olur.
növbəti avtomobil zolaqları, növbəti zolaqlar. Bunlar həmişə tıxaclı olur. Bəzi küçələrdə tıxaclı olur. Və motosiklet sürücüləri arayla yavaş-yavaş gedir. İndi eləsi var yavaş-yavaş gedir, eləsi var öz mədəniyyətini göstərir. Çox biabırçı bir şəkildə sürür və növbəti maşınlara yaxınlaşanda, maşınlar bir-birinə çox yaxın dayananda motosiklet sürücüsü avtomatik olaraq keçir avtobus zolağına keçmək istəyir. Baxın, indi belə bir situasiyadır. Avtobus gedir, düzdürmü? Və belə gedir. Motosiklet sürücüsü növbəti zolaqdan gedir. Avtobus da belə gedir. Bu növbəti zolaqda, növbəti maşına çatanda görür ki, yol yoxdur. Bu avtomatik olaraq ani bir vəziyyətdə avtobus sürücüsünün qabağına çıxır və bu da bunların toqquşmasına səbəb ola bilər. Və bu təqdirdə avtobus sürücüsü ani bir tormozlama verir. İçində o qədər adamlar. İçində o qədər adam, 50 nəfər, 60 nəfər, 30 nəfər, indi müxtəlif sayda. O içəridə nələr baş verir, Allah bilir. Doğrudur. Və bu hadisələr mənim gözümün qabağında olan hadisələr. Mən bunları görmüşəm hamısını. Bu birinci situasiya. İkinci situasiya. Ümumiyyətlə bu dəqiqə çox sürücülər, motosiklet sürücüləri, bəziləri güzgüsüz sürür. Mən bunu, yəni bu hamıya da deyirəm, çox xahiş edirəm. Güzgüdən istifadə edin. Bir situasiyanda deyəcəm, indi sözü birinə getmək istəmirəm. Güzgüsüz sürür, avtobus zolağında gedir. İndi onun öz problemidir, ona cərimə gələcək, gəlməyəcək, indi onun öz problemidir. Və arxa güzgü olmadığı üçün bu arxanı görmür. Avtobus sürücüsü musiqini də qoşub, avtobus sürücüsünün qabağından gedib, bu da siqnalı basır, vecinə də deyil. Elə gedir öz üçün. Bu da bir situasiyadır. Doğru. Avtobus sürücüləri ilə olan problemlər bunlardır. Bir dəfə də bir dənə gözümün qabağında olan hadisəni deyirəm. Yol patrol maşının nömrəsini deməyəcəm. Sadəcə olaraq bir situasiyadır. Motosiklet sürücüsü yenə də güzgüsüz avtobus zolağında gedir. Və yol patrol xidməti arxayla gəlir. Siqnal verir. Miqalkaları qoşub. Səslə yol ver, eşitmir. Qulağında musiqi. Bu insan eşitmir. Qulağında musiqi, güzgü yox, eşitmir. Və həmin an o polis onu heç eləmir. Sadəcə o arxada mən işarə elədim ki, maşın gəlir də, çəkildi kənara. İndi bilmirəm, sənin sualların arasında o varmı? Bizim hal-hazırda polislərlə motosikletçilər arasında olan mövzunu danışarıq onun. Mövzu. O da bir böyük bir mövzudur həqiqətən. Sənə keçək o mövzu. Həqiqətən böyük bir mövzudur. Onu mütləq danışmaq lazımdır. Üzr istəyirəm, mən sən güzgü məsələnlə bağlı bir şey deyim. Birincisi, güzgüsüz motosiklet sürmək peşəkarlıq deyil. Bəzilərinin belə bir düşüncəsi var ki, o mən hamıdan sürətliyəm və s. Bu məntiqsiz və başıboş yanaşmadır. Kim nə deyir, buradan da birbaşa sözümü deyirəm. Məsələ budur ki, güzgü insanı görən gözdür. Yəni sən arxanı görmək məcburiyyətindəsən. Çünki sən istər-istəməz yol dəyişəndə sən elə bilmə ki, hamıdan sürətlisən. Səndən sürətli maşın da gələ bilər, səndən sürətli digər bir motosiklet sürücüsü də gələ bilər. Hansı yanından keçəndə sən hiss eləməzsən və gəlib sən onu vura bilərsən, ya o səni vura bilər. Məsələ budur. Yəni bir sözlə güzgüsüz motosiklet sürmək peşəkarlıq deyil, əksinə qeyri-peşəkarlıqdır. Mənim fikrimcə, şəxsi fikrimdir. Bilmirəm, bəlkə də yanlış yanaşıram. Məsələ budur ki, ona görə həmişə güzgüləri açmaq lazımdır, maksimum görüş olmalıdır. Çünki sizin həyatda eləyə biləcəyiniz bir səhv 100 düz aparır. Ona görə siz səhv eləyəcəyin axırıncı insansınız. İndi gəlirik onda növbəti sualımız eləməsi olsun ki, hal-hazırda bildiyiniz kimi reydlər keçirilir, ölkədə bu qədər polislər. Motosiklet sürücülərini, məsələn, mən heç vaxt motosiklet sürücüsü olaraq məni polis saxlamayıb. Bəlkə də heç vaxt, yəni bəlkə də azdan çoxdan görürlər ki, həmişə keçdiyim yollardır, görürlər ki, o normal sürür də. Amma polislərdə real bir aqressiya var motosiklet sürücülərinə qarşı. Bunun səbəbini də az-çox bilirəm, amma sizdən eşitmək daha yaxşı olar. Nədir bu məsələ? Bunun sirri nədir? Səbəblər həddən artıq çoxdur. Həddən artıq çoxdur. Bayaqki dediyimiz səs boğucudan başlamış, yolda sürüş mədəniyyətindən hamısı qarışır bir-birinə və bunlar artıq polislərdə motosikletçilərə qarşı böyük bir nifrət yaradır.
baxın, şəhərdə demək olar ki, bütün kameralar nəzarətdədir. Bəli. Bütün kameralara da hər gün baxırlar, nəzarət edirlər. Doğrudur. Əksərən də mərkəzi küçələrdə hamısını nəzarət edirlər. Və kameralarda artıq sənin sürüş tərzindən artıq bilinir ki, səni polis saxlayacaq yəni. Belə deyim də, az deyil, artıq 14 ilə yaxın motosiklet sürürəm. Yəni bu sürdüyüm müddətdə bəli, saxlayıblar. Məni saxlayıblar. Amma mənim günahımdan saxlayıblar. Bəli. Olubdur. Yəni belə deyək, heç birimiz sudan çıxmış ağqaşıq deyil. Yox, təbii ki də, əlbəttə ki. Bütün motosikletçilər səhvlər də eləmişik, sürət həddində aşmışıq, olub. Yəni amma mütəmadi olmayıb. Yəni belə deyək də, 10 il sürmüşüksə onun yəni 2-3 dəfəsində hansısa bir səhvlər eləyərik. Və mən bunu tam məsuliyyətimlə deyirəm. Polislər bizə çox hörmət eləyir. Reallıq budur. Reallıq budur. Polislər bizə həddən artıq çox hörmət eləyir. Və bu göz qabağındadır, bunu hamımız görürük. Sadəcə olaraq təmkinlə, səbrlə, düzgün şəkildə motosiklet sürərsənsə, səni heç kim saxlamır. O ki, deyirlər, məni saxladı, məni şərrədi, məni saxladı, belə elədi. Ondan soruşuram ki, necə sürürdüm? Aradan bir-iki dənə maşının arasından keçdim. Amma əslində kamerada görsədilər ki, sən bu hərəkətləri eləmişsən. Deyək ki, yaxşı, onda gedək cərimə meydançasına. Yəni, sözüm ondadır ki, qayıdaq o bayaqki sürət məsələsinə, şəhərdə sürət məsələsinə. Baxın, şəhərdə sürət bu yaxınlarda Onlimoto'nun admini Toğrul'la maraqlı bir söhbətimiz oldu. Bu sürətlə bağlı. Çox gözəl bir söz işlətdi. Sürət, düzgün sürət yox, düzgün seçilmiş sürət. Yəni, məsəl üçün, 60-lıq yoldursa, orada 60-la getmək o demək deyil ki, sən qəzaya uğramayacaqsın. Bəli. Düzgün seçilmiş sürət. 60-lıq yolda ola bilər ki, yüngülvari tıxac olar, sən orada 30-la da getmək məcburiyyətində qalarsan. Və mən həmişə görmüşəm ki, motosiklet sürücülərinin qəzası ən çox 60-lıq yollarda olur. Doğrudur. 90-lıq yollarda çox az hallarda qəzalar olur. Bəli. Bunun səbəbi nədir bilirsiniz? Adi bir şey deyim sizə. Baxın, 60 sürətlə gedir motosikl. Növbəti yol ayrıcında maşın çıxır yola. Bəli. Maşın avtomatik olaraq fikirləşir ki, bu yol 60-lıq yoldur. Bəli. Və ona uyğun biraz belə deyək də, lord dilləsə, maşının ucunu, burnunu biraz çölə çıxardır, yola çıxardır ki, yoldan gələn kimisə görsün. Həmin an yolun ən sağında gedən motosikletin o maşına dəyməyi kifayətdir. Və bizim motosiklet sürücülərimiz də 60-lıq yolda heç vaxt 60-la sürmür, əksəriyyəti. 70-80 sürür. Doğrudur. Və qəzanın da səbəbi bu olur. Çünki sənin o maşının çıxmağını görməklə, tormuza basmaqla sən onu saxlamağın çox az hallarda ola bilər. Doğrudur. Çünki sənin solunda da maşın ola bilər, sola çəkə bilməzsən, avtomatik o maşına dəyməzsən. 90-lıq yollarda o mümkün deyil. Çünki artıq o yol ayrıcından çıxan maşın fikirləşir ki, bura 90-lıq yoldur. Çox az hərəkətlə yavaş-yavaş çıxa-çıxa yola baxır. Ona görə də düzgün seçilmiş sürət. Tam məntiqli yanlışsınız, bəli. Məsələn, yol ayrıcıları var və yaxud da ki, məsələn, mən də baş yoldayam, amma hər zaman gözləntidə olmalısınız. Bu ilə bağlı nə tövsiyəniz? Yəni ki, yolda sürüş qaydaları, daxili yollarda və s. Baxın, mən həmişə bunu eləyirəm. Yaşıl, tutaq ki, gəlmirsən, işıqforun yaşıl işığı yanır. Mən həmişə, məsəl üçün, gələndə işıqfor yaşıl olsa belə mən sürəti aşağı salıram. Çünki həmin an, yəni oradan nə çıxacağı bəlli deyil. Oradan insan da çıxa bilər. İndi şəhərdə çox yayılmış skuterlər, elektrik skuterlər də çıxa bilər. Hərəkəti. Yəni onlar çıxa bilər. Ona görə də istənilən yol ayrıcına yaxınlaşanda, yol sənin olsa belə, sürəti aşağı salıb, əmin olmaq lazımdır ki, orada maşın yoxdur, ondan sonra çıxmaq lazımdır. Bir də bu, məsəl üçün, baş yoldasan və yolun ən sağı ilə gedirsən, bardürlə maşının arasında gedirsən, tıxacda gedirsən.
yavaş, tam tıxac deyil, hərəkət eləyən tıxaclardan söhbət gedir. Və yol ayrıcı var. Bəli. Bu insan avtomatik olaraq bordürlə maşının arasından normal sürətlə gedir. Və bu sənin solundakı maşın, sən baxırsan ki, onun dönmə işığı yanmır. Fikirləşirsən ki, bu dönməyəcək. Amma bizim maşallah sürücülərimiz var ki, ümumiyyətcə dönmə işığından istifadə edən və onu özünə pis qarşılayan sürücülərimiz var. Bu çox biabırçı bir vəziyyətdir. Və həmin an o heç güzgüyə baxmır, fikirləşir ki, bu sağımda kim olar və döndüyü an qəza başlayır. Ona görə də motosiklet sürücüsü yol ayrıcına yaxınlaşanda solundakı maşının artıq düzünə getdiyinə əmin olduqdan sonra onu keçməlidir. Doğru. O keçmədirsə, onda artıq orada qəza baş verəcək. Bu mütləq. Bir də bir sual verim. Bu da ən çox yaşanan hadisələrdə, ən çox qəzalar elə məhz bu ilə olur. İri texnikalar, iri məsələn KAMAZlar ola bilər, avtobuslar ola bilər. Bunların yanı ilə hərəkət edən ümumiyyətlə nələr tövsiyə edirsiniz? Yəni ki, ən çox yeni başlayanlara bu tövsiyələri verək ki, nələrə diqqət eləməlidirlər? Birinci növbədə şəhərdə əgər danışırıqsa, iri texnikaların yaxınlığından keçərkən çalışmaq lazımdır. Əgər üç zolaqlı hərəkət varsa orada çalışıb onun arasından bir zolaq, əgər mümkünsə bir zolaq buraxmaq lazımdır. Yox, əgər mümkün deyilsə, keçmək fikrin yoxdursa əgər, məsafə buraxmaq lazımdır. Ya da ki, imkan tapan kimi o iri belə deyək, KAMAZını deyək, hansısa bir nəqliyyat vasitəsini keçmək, onun yanında getmək lazımdır. Sağında, solunda, yəni onun kör nöqtələri çox olduğuna görə. Kör nöqtələri çoxdur, bəli. Ona görə işıqforda dayananda belə əmin olmaq lazımdır ki, o səni görür. Görür, bəli. Amma qaldı uzaq yollarda çalışıb tırın, KAMAZın arxasından getmək lazım deyil. Çünki onun arxasından, hətta mənim də başıma gəlib, onun arxasından, altından külək, daşlar, külək başqa bir temadır. Daşlardan söhbət gedir elə ki, daşlar o qədər olub ki, mənim vizirimi çatladı. Güllə kimi gəlir. Vizirimi çatladı. Yəni elə bir şey oldu. Xoşbəxtlikdən yaxşı olub ki, məndə əlavə bir vizir də var idi. Yəni vizirimi dəyişmişəm. Elə bir hal olub. Külək də ki, əgər küləkli yerdə, küləkli havada, ən çox da belə deyək, o Yaşma tərəf, bu tərəf Cəngi tərəflərdə, orada mütəmadi küləklər olur. Orada artıq tırın yanından keçəndə çox ehtiyatlı olmaq lazım. Çünki həmin keçən yerdə hava boşluğu yaranır. Bu avtomatik olaraq çəkir özünə doğru. Külək boşluq çəkir. Həmin an qəza baş verir. Ona görə də çox ehtiyatlı olmaq lazım. Tam doğru söylüyorsun. Bu arada Bikeland'in bizə verdiyi çay. Sağ olun. Sağ olsunlar, qonaq eləyiblər bizi. O da ayrı bir. Çox sağ olsunlar. Son olaraq ən vacib şeylərdən elə çayın o şey demiş, üstünə demək istəyirəm ki, yeni başlayanlar nələr tövsiyə edirsiniz, nələrə riayət eləməlidirlər? Yəni ki, əsas odur da yeni başlayanlar bu videonu görəcək. Onlara nələr tövsiyə edirsiniz? Yeni başlayanlara təlimlərə gedilməlidir. Mütləq şəkildə təlimlərə gedilməlidir. Blogerlərə baxıb sürməyi burax. Çünki hər kəsin bir sürüş tərzi var. Bəlkə də düzdür, bəlkə də səhvdir, bilinmir. Sizə əsası lazım olan canlı şəkildə təlim keçənlər, təlimçi lazımdır və canlı şəkildə sizə öyrətməlidir. Kim deyirsə ki, mən öz başımı öyrənmişəm, belə elə, o onun şəxsi işidir. Ona heç kim qarışa bilməz. O, hər bir insan şəxsi var. Mənim məsləhətim olar ki, təlimlərə mütləq gedilməlidir. Və ən azından qanunları öyrənmək lazımdır. Çünki elə bir dövrdə yaşayırıq ki, bu dəqiqə qanunu bilmədinsə, yolda çox problemlər yaşanılacaq. Həyati risklər ən azından. Bəli. Ola bilər ki, mənim bu bayaqki danışıqlarıma görə o divan ekspertləri deyək, divan ekspertləri mənə daş atsın mənə çoxlu. Mənə çox boş-boş danışıqlar ola bilər. Yəni, belə deyək, mənim fikrimcə, qəza eləyən motosikletlərin
90%-ində motosikletçinin günahı var. Doğrudur. Mən bunu yəni tam məsuliyyətimlə deyirəm. Ola bilər ki, orada nəsə kommentlər yazsın ki, ay nə mən qabağıma çıxdı. Düzgün seçilmiş sürətdə heç vaxt motosiklet qəza eləmir. Heç vaxt motosiklet qəza eləmir. Bəli, 10% hallar var ki, orada durduğun yerdə gəlir maşın səni vurur, durduğun yerdə nəsə ola bilər, amma hərəkət edən vaxtı bir motosiklet qəza edirsə, bu motosikletçinin günahıdır. Sənin çox gözəl bir sözün var idi bu yaxınlarda. Biz ağcaqanad kimiyik. Hə, bəli, bəli. O tam yerinə düşüb da. Düzdür, onu bir loru bir formada demişdin. Düzdür, bəzi divan ekspertlərimiz var, onu belə bir adəti üzrə həmişə kimi başlamışdı zarafata salmağa. Bəli. Yəni biz həqiqətən yolda ağcaqanad kimiyik. Ona görə də biz motosikleti oturarkən hər bir şeyə fikir verməliyik. Sağımıza, solumuza. Ona görə boşuna deməyiblər. Motosiklet sürənlərin beyni, maşın sürənlərin beyninə nisbətən daha tez fikirləşir, daha tez reaksiya verir. Bax, onlar odur. Hər şeyə fikir vermək lazımdır. Yəni, sən adi bir, boş bir yerdəsən. Lamborghini ilə gedir amma. Boş bir havadasan. Yəni, sənin ani bir toxunuşun Allah eləməsin. Yəni bir böyük bir qəza olmasa da, yüngül bir qəzada belə sən hər hansı bir qırılmağına, əzilməyinə səbəb ola bilər. Ona görə də yolda maksimum ehtiyatlı olmaq lazımdır, yolda səbirli olmaq lazımdır, təmkinli olmaq lazımdır, yola vermək lazımdır. Hansısa bir situasiyada, yəni şilemi çıxardım, mən dava eləyim, mən güclüsünü qırım, nə bilim, nə eləyim. Ola bilər ki, həmin insan heç sənə fikir verməyib. Ani bir situasiyanı deyim. Maşında gedir, güzgüdə baxır ki, arxada heç kim gəlmir. O zolaqdan keçəcəyi zolağa heç kim gəlmir. Və artıq dönmə işığını yandırır, dönmək istəyir və bilmir ki, bu 60-lıq yolda hansısa bir motosiklet 80-90 ilə gəlib, həmin yola arxa ilə gəlir, sənin dönəcəyin yola eyni zamanda çıxırsın. Həmin an qəza baş verir. Bu da yenə də motosikletçinin günahıdır. Maşının günahı deyil o. Maşın güzgüyə baxıb artıq. O baxıb, elə güzgüyə baxıb dönməyəcək ki, o qabağına da baxmalıdır. Tam doğrudur. Ona görə də ehtiyatlı olmaq lazımdır. Düzgün sürət həddini seçmək lazımdır və bir sözlə hər şeydə ehtiyatlı olmaq lazımdır. Burada bir fəlsəfə var ki, başqası belə səhv eləsə, siz o səhvi düzəltməyi bacarmalısınız. Anında və zamanında. Çünki siz həyatda səhv eləyəcək ən axırıncı insansınız. Sizin səhviniz canınıza birbaşa təsir eləyir. Elədir. Ona görə də həmişə geyimlərə fikir vermək lazımdır. Motosiklet geyimlərinə fikir vermək lazımdır. Geyimlər geyinmək lazımdır. Yəni, düzdür, bizim yay aylarımızın istiləri çox pis keçir. Ona görə, ona uyğun da geyimlərimiz var. Kimsə bəhanə eləyə bilərsə, yəni ona uyğun da geyimlərimiz var. Yəni, ona görə də çalışıb ekvipdən istifadə eləmək lazımdır. Maksimum dərəcədə istifadə eləmək lazımdır. Yəni, mən buradan marketə gedirəm, kaskı taxmıram, bu da buradır. Yəni, bura deməklə deyil, həmin an sənin qabağına nə çıxacağı bəlli deyil. Doğrudur. Ona görə də ehtiyatlı olun, səbirli olun, sağlam olun. Çox sağ olun. Təşəkkür edirəm Anar bəy, var olun. Bugünkü qonağımız Anar bəy idi. Əziyyət verdik sizə də. Yox, xoş idi mənim üçün ki, belə sən də sağ ol ki, belə maarifləndirici publikalar açırsan həmişə. İnşallah davamlı olsun. Dəvət edirsən. Çox sağ olun, var olun. Davamlı olsun. Bu işində sən uğurlar arzu edirəm. Növbəti videomuzu da təklif edirəm. İkimiz də mikrofonu taxarıq, şəhər içi sürüş eləyə-eləyə növbəti videomuzu çəkərik. İnşallah onu da mən eləyəcəm. Səninlə həm yol hərəkət eləyə bu qaydaları həm göstərək, nə etmək olar, nə etmək olmaz, daha maraqlı olar deyə düşünürəm. Çox sağ ol, təşəkkür edirəm, var ol, özünə yaxşı bax. İnşallah görüşərik. Sağ ol, çox sağ ol.